Salam şagirdler, bugünkü dersimizin izahı olacaq. Mövzu 66, Rusiya müsəlmanları qurultayı və qurultay yığıncaq deməkdir. 20-ci əsrin əvvəllərində Rusiyada baş vermiş inqilabi hərəkat Azərbaycanda və Rusiyada yaşayan digər müsəlman xalqları arasında da oyanışa səbəb oldu. Və Rus hökumətinə qarşı birgə mübarizə aparmaq üçün müsəlman ziyalılar, Rusiyada yaşayan müsəlman xalqlarının nümayəndələri qurultay keçirmək qərarına gəldi. Rusiya müsəlmanlarının birinci qurultayı 1905-ci ildə Nijni Novgorodda keçirildi və bu qurultayda Əlimərdan bəy Topçubaşov qurultayın sədr müavini seçildi. Bu qurultayın nəticəsi nə oldu? Nəticədə Rusiya Müsəlman İttifaqı adlı bir təşkilat yaradıldı. Növbəti qurultay, yəni ikinci qurultay, Rusiya müsəlmanlarının ikinci qurultayı 1906-cı ildə Peterburq şəhərində keçirildi. Burada ittifaqın nizamnaməsi və proqram sənədi qəbul edildi. Üçüncü qurultay 1906-cı ildə yenə Nijni Novgorodda keçirildi. Nəticədə Bakıda həmənki təşkilatın Müsəlman İttifaqının mərkəzi komitəsi yaradıldı və yeni məktəblərin açılması qərarı alındı. Və yeni məktəblərin açılması məsələsi müzakirə edilərkən burada Əlimərdan bəy Topçubaşov tərəfindən qadınlara təhsil hüququnun verilməsi tələbi irəli sürülmüş və qəbul edilmişdir. Bildiyimiz kimi 1905-ci ildə Rusiyada baş vermiş inqilab Çar 2. Nikolayı Duma, yəni məhdud şəkildə qanunverici səlahiyyətə malik olan bir orqanın çağırılmasına səbəb oldu və Rusiyada 1-ci Dövlət Dumasına seçkilər keçirilərkən Azərbaycandan da bir neçə nəfər deputat seçildi. Əlimərdan bəy Topçubaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əsədullah bəy Muradxanov, yəni burada Ə hərfi ilə adları başlananları mən qeyd eləmişəm ki, rahat yadda saxlayasınız. Yəni hər birisinin adını yazmamışam və İsmail xan Ziyadxanlı burada seçildi. Birinci Dövlət Dumasında deputatların fəallığından qorxuya düşən Çar 2. Nikolay Dumanı buraxmaq qərarına gəlir və buna etiraz olaraq Əlimərdan bəy Topçubaşov və İsmail xan Ziyadxanlı Vıborq bəyannaməsini imzaladıqları üçün onların hər ikisini də həbs edirlər. İkinci Dövlət Dumasına 1907-ci ildə seçkilər keçirildi. Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Zeynal Zeynalov və digər Azərbaycanlılar burada deputat seçildilər. İkinci Dövlət Dumasında müsəlman xalqlarının seçkilərdə hüquqlarını məhdudlaşdıran mürtəci bir qanun qəbul edildi və İkinci Dövlət Duması da tez buraxıldı. 1907-ci ildə Üçüncü Dövlət Dumasında seçkilər keçirildi. Həmənki ikinci qurultayda verilən mürtəci qanuna görə müsəlman xalqlarının deputat göndərmək səlahiyyəti məhdudlaşdırıldığı üçün həm 3-cü Dumaya 1907-ci ildə, həm 4-cü Dumaya bir nəfər seçildi. 3-cü Dumaya 1907-ci ildə təkcə Xəlil bəy Xasməmmədov seçildi. 4-cü Dumaya təkcə Məmməd Yusif Cəfərov seçildi. 4-cü Dumaya seçkilər 1912-ci ildə olmuşdu. Bunu qeyd edək ki, Məmməd Yusif Cəfərov gələcəkdə 1917-ci ildə yaradılmış Xüsusi Cənubi Qafqaz Komitəsinin Azərbaycan üzrə təmsilçisi olmuşdur.